Yel çərşənbəniz mübarək. Değerli Nurlu Səhər TV izləyiciləri, hər birinizi, o cümlədən bütün dünya Azərbaycanlılarını 3-cü Yel Çərşənbəsi münasibəti ilə təbrik edirəm. Biz əvvəlki verilişlərimizdə ot çərşənbəsi, su çərşənbəsi haqqında sizlərə məlumat çatdırmışdıq. Sizə ərmağan eləmişdik, bu verilişlərə çatdırmışdıq. İndi 3-cü bir çərşənbə, hər biriniz bilirsiniz ki, Novruz bayramı qabağı 4 çərşənbə ilə xarakterizə olunur. Hər birisinin xüsusi bir mənası var, mənaları var. Bunu xalqa çatdırırıq. Əzizim, bülbüləm mən, boyatmış sümbüləm mən, çərşənbələr içində 3-cüyəm, güləm mən. Mən istəyərdim ki, bu 3-cü çərşənbəmiz olan Yel çərşənbəsi haqqında bizim ağsaqqalımız Amil müəllim qısa olaraq məlumat versin. Yel çərşənbəsi münasibəti ilə Nurlu Səhər TV kanalının baxıcılarına təbrik edirəm. Yel çərşənbəsi yaxşı bilirsiniz ki, Novruz bayramının 3-cü çərşənbəsidir. Bu çərşənbədə yel dünyanı dolaşaraq odla suyu hərəkətə gətirir və yazın gəlişindən bizə xəbər verir. Su çərşənbəsində, od çərşənbəsində olduğu kimi, yel çərşənbəsində də elimizin bir sıra adət ənənələri var. Yel çərşənbəsinə görə qəfəsdə olan quşlar azadlığa buraxılır. Söyüd ağacının altında gənclər dilək tutur. Yel baba onların səsini eşidir və ürək və arzularında tutduqlarını həyata keçirməkdə onlara köməkdarlıq edir. Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, deməli diləyin yerinə yetəcək. Yel çərşənbəsi, yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsi ilə əlaqədar bir sıra oyunlar da vardır ki, bu çərşənbədə gənclər, cavanlar həmin oyunları icra edirlər. Havanın soyuq olmasına baxmayaraq, hər kəs el mərasimini böyük coşqu və sevinç hissi ilə qeyd edir. Yel çərşənbəsində, Xüsusən də yel çərşənbəsində əsas yüyən gülü deyilən çıdır falı, çökək şirniyyatı, başmaq falı deyilən bir sıra adət ənənələr də vardır. Yüyət günü münasibəti ilə qadınlarımız ev eşiyi təmiz saxlayır, evdəki bütün deyək ki, paltarı, yorğan döşəyi və digər əşyaları çölə çıxardaraq yerə verir və sanki yel çərşənbəsində əmin o əşyaların üzərində olan bu və digər gözə görünməzlər təmizlənir. yel çərşənbəsində evlər təmizlənər, yorğan döşəklər çölə tökülər, niyyət olunar, adətə görə süddaş bişirilər, yeddiləyin düzülər. Cıdır düzü falında isə belədir. Cıdır düzünə çıxan gənc oğlanlar at yarışına dayanırlar. Tamaşaçılar isə həmin atları nişangah eləyib, ürəyində dilək tutur. Əgər bu kimin dilək tutduğu at birinci çatarsa, deməli həmin gəncin diləyi, arzusu yerinə yetirmiş olur. Başmaq falı adətən qızlarımıza aiddir. Belə ki, qızlarımız
həyat qapısının ağzında üzü evə sarı dayanaraq əllərindəki başmağı başı üzərindən atıb yola atırlar. Başmağın davar hissəsi evə doğru olarsa bu yaxşı hal deyil. Başmağın qabaq hissəsi evə sarı olarsa deməli yaxın günlərdə həmin qıza elçi gəlməsindən xəbər verirdilər. Sonra adət ənənəmizə görə yer çərşənbəsi ilə əlaqədar olaraq bir sürə atalar sözləri də vardır ki, bunu yəqin ki, bəziləriniz də bilmiş olarsınız. Məsələn, yerəsi qoz tökülür. Yerlə dostluq eləyər, yerlə gedər. Yerlə dost olan yerlənə qalar. Yer əsir, yengələr oynayır və s. Ümumiyyətlə, Azərbaycan şifahi xalq ədəbiyyatında yer çərşənbəsi ilə əlaqədar bir sıra adət ənənələrimizə uyğun olaraq deməli, nümunələr də söylənilmişdir. Məsələn, yel əssin, yenə dəysin, meh əssin, telə dəysin. Tək əldən səs çıxmaz, əl gərək ələ dəysin. Hər yan ələk vərəkdir, işin yaman kələkdir. Dəyirmana can verər, xırmana da gərəkdir. Ümumiyyətlə, belə bir tapmacalar da vardır ki, deyir, gözlə görünməz, əllə tutulmaz. Ümumiyyətlə, yer çərşənbəsinin adət ənənələrinə görə Azərbaycan xalqı ta qədim keçmişdən qalmış bu və ya digər adət ənənələri özündən sonraki nəslə ötürürlər. Dahilərimiz deyiblər ki, vay o adamın halına ki, ulu əcdadından miras qalan əmanətə, qana, qandakı ruha xəyanət edib, onu özündən sonraki nəslə ötürə bilməyə. Bəs bizim də xalqımız keçmiş adət ənənələri bu günə qədər yaşatmış və onu bugün xalqımıza çatdıra bilmişdir. Belə bir mif də vardır ki, deyilənə görə Fatı adında bir nəfər qarı iplərdən yumaq düzəldirmiş. Onun düzəltdiyi 6 yumağı yanına qoyur, 7-ci yumağı düzəldəndə o yumaq əlindən sürüşür, düşür. İstəyir ki, o yumağı götürsün, yer sanki onun qoyduğu 6 yumağı da bir yerdə götürür, aparır. Deyilənə görə göy qurşağında, 7 rəngli olan göy qurşağı həmin Fatı qarının düzəltdiyi yumaqdır. Çox sağ olun Hamil müəllim. Hamil müəllim araşdırması jurnalist kimi bu yer çərşənbəsinə elə gözəl açıqlama verdi ki, hətta bizim özümüzün də bilmədiklərimiz məlum oldu. İstəyərdik ki, bir neçə kəlmə əlavəsi varsa bizim Vacib bəy də buyurub fikrini çatdırsın. Salam, dəyərli Nurlu Səhər TV izləyiciləri, hər birinizi salamlayıram bu xoş gündə. Hər birinizə bu yer çərşənbəsinin gəlməsi münasibəti ilə can sağlığı arzulayıram, xoşbəxtlik arzulayıram və hər birinizə gözəl günlər arzulayıram. Yer çərşənbəsi artıq Azərbaycana gəlməkdədir, qədəm qoymaqdadır. Yer çərşənbəsi yerə yeni yer qatmaqdadır, hətta xeyirxalq əməl sahibidir. Yəni, Göyçək Fatimədə də yer əlçinləri götürüb qaçması və xeyirxalq əməl sahibi olması hamımıza məlumdur. Və bu yerin gəlməsi ilə sizin hər birinizi uzun ömür, can sağlığı, həyatda işlərinizin gözəl getməsini arzulayıram. Diqqətinizə görə çox sağ olun, hər birinizə təşəkkür edirəm. Çox sağ olun, hər ikinizə təşəkkür edirəm. Mən şəxsən öz turizmamdan belə dəyərləndirirəm ki, ümumiyyətlə su çərşənbəsi deyiləndə su saflıq rəmzidir. Su ilə deyirləri, axıb keçsin pisliklər, nələr.
O çərşənbəsi də o ağırlığını, onun üstündən atlarkən deyirlər, ağırlığı vurub çıxıb getsin, yəni bu yansın getsin, həm də ayrı mənaları var ki, od, alov, yəni çılğınlıq, belə həvəs demək sözdür. Yel çərşənbəsi də belə nəzərdə tutulur ki, insanların dərdləri, acıları, qəmləri yel vurub aparsın. Mən istəyirəm ki, bütün dünyada o pisliklər, insanlara fəlakətə sürükləyən hadisələri hamısı bu yel çərşənbəsində əsir yoxa çıxsın. O cümlədən yaşadığımız Azərbaycan dövləti, bütün müsəlmanlar, əmrək bir olsunlar, bütün həyatı boyu xoşbəxt yaşasınlar. Allah Taala başımızın üstündən bu bizim inançlarımızı, süzülüb gələn dəyərlərimizi əksik eləməsin. Dəyərli tamaşaçılar, bir daha hər birinizdən xahiş edirik ki, bizim bu çıxışlarımızı, bu verilişlərimizi izləyin, yayın, qoyun bütün ictimaiyyət xəbərdar olsun. Yəni, bir kənddə belə bir kanalın fəaliyyət göstərməsi hər birimiz üçün qürurdur, fəxirdir və bizi dinləyən hər kəsə təşəkkürümüzü bildiririk. İnşallah biz növbəti torpaq çərşənbəsini də ümumiyyətlə bahar bayramında yüksək səviyyədə çalışıb qeyd edib sizin nəzərinizə çatdıracağıq. Bayramımız mübarək.